Allah Teala o şəxsə həm bu dünyada, həm ahirətdə qəzəb nəzəri ilə baxar. Şəxs öz qohumları ilə əlaqəni kəsir, Allah həm dünyada, həm ahirətdə o şəxsə qəzəb nəzəri ilə baxar, o şəxs Allahın qəzəbinə düçar olur. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günündə cəhənnəmin üzərindən keçən Sirat körpüsü elə bir körpüdür ki, bütün insanlar o körpüdən keçəcəklər. Allah bu körpü üzərində mələk göndərər ki, insanlardan sorğu-sual etsinlər. İki şey insanlardan birinci növbədə sorğu-sual olacaq. Biri namaz olacaq, biri silə-i rəhim olacaq. Əgər bir namaz qılan insan, bir namaz qılan şəxs, bir mümin həm namazın qılır, həm silə-i rəhimi edir, qohum əqrabalarla əlaqədar olurlar, onlar həmən Sirat körpüsündən rahatlı ilə keçərlər. Yenə Həzrət Peyğəmbərimizdən bir şəxs soruşdu, rivayət oldu ki, şəxs Peyğəmbərdən soruşdu, ya Rasulallah, Allahı ən çox qəzəbləndirən günah hansıdır? Həzrət buyurdu ki, Allahı ən çox qəzəbləndirən o günahdır ki, Allaha şərik qoşmalıdır. Şəxs buyurdu ki, ondan sonra hansı günahdır? Həzrət cavab verdi ki, qohumlarla əlaqəni kəsmək. Yəni, bir şəxs ki, qohumlarla əlaqəni kəsərsə, o insan Allahı qəzəbləndirmiş olur. Silə-rəhimin faydaları haqqında İmam Muhammed Baqir əleyhissalam buyurur ki, silə-rəhim etmək, qohum əqrabaları yoxlamaq, insanın əməllərini paklaşdırar, qiyamət hesabını asanlaşdırar və ölümü ibadar. Nəzərə almaq lazım ki, çətin vəziyyətə düşmüş insanın bir qohumu, əgər xəstə olur, yaxud bir çətin vəziyyətə düşür, yaxud bir müsibətlə üzləşir, onun ən çox ehtiyacı var ki, biri gedib onu yoxlayan, ona təsəlli verir. Və o cür insanları tez-tez gedib yoxlamaq ən böyük savablardan hesab olunur. Eyni zamanda əyilmələrin bizə etdiyi tövsiyələrdən biri də ondan ibarətdir ki, əgər bir insan istəsə ki, etdiyi əməllər o insanın ömrünü uzadar, eyni zamanda əcəlini, ölümü, yubada uzaqlaşdırar, o insan silə-i rəhim etsin, silə-i rəhim etmək səbəb olan o insanın ömrünün uzun olmağına, eyni zamanda ölümünü yubanmağına. Ən çox sifariş olunan ata-anaya mehribanlıq göstərməkdir. Xüsusən bu bayram günlərində övlad gedib öz ata-anasına baş çəkər, ona xırda bir hədiyyə alaq, onu sevindirər.